Əslində süni zəka belə deyək, günümüzdə çox populyarlaşmamağa başlasa da, çox da yeni bir texnika növü deyil, yeni bir alət deyil. Tarixinə baxsaq əgər 1937-ci ilə dayanır. Alan Turing adında bir professorun, riyaziyyatçının ilk sualından başlayır ki, hardasa. Bəlkə ondan əvvəl də var idi bunu gündəmə gətirənlər, amma tarixi olaraq həmin Alan Turing sayılır, təməlini qoyan. Maşınlar insan kimi düşünə bilərmi sualı ilə bir təməl atmışdı və onun üzərinə artıq araşdırmalar başladı. Çox böyük nailiyyət əldə etmiş bu arada alimlərdən biridir. Onun sayəsində minlərlə insan həyatını itirməkdən belə deyək, qurtulmuş oldu 2-ci Dünya Savaşında. Qısaca bəhs eləmək istərdim, çox maraqlı bir məqamdır. Bu mövzunu niyə çox yaxşı bilirəm? Bu süni intellektlə bağlı maraqlanmağa başlamadan əvvəl tam o hissələrə dayanır. Tələbəlik vaxtında mənim imtahan suallarımdan biri idi. Öncədən bizə məlumat verilmişdi ki, belə bir alim var, onun kitabı var, oxuyursunuz, onun həyatını araşdırırsınız. İmtahanda bu haqda soruşulacaq. Alan Turing'in belə deyim, qayıdıram təzə mövzumuza. Alan Turing həmin vaxtlarda araşdırmalar aparırdı bu haqda və 2-ci Dünya müharibəsində Enigma cihazı var ki, hansı ki Almanlar həmin Enigma vasitəsilə şifrələyərəkdən danışıqlar aparırdılar. Onların şifrələrini bilirdilər ki, burada şifrələr göndərilir, amma anlamırdılar. Alan Turing bombe cihazını həmin vaxtlarda öz komandası ilə kəşf etdilər, yaratdılar. Həmin bombe cihazı danışıqları deşifrə edirdi, şifrələrini yəni qırırdı, normal dilə çevirirdi və bunun sayəsində artıq bilirdilər ki, hansı hissə bombalanacaq, hansı hissədə hansı əməliyyatlar olacaqdı. Bunun sayəsində insanların qurtulmağına səbəb oldu.